6-cı səviyyədən sonra gəlir 7-ci səviyyə. Bunu da deyim, keçək ora. 7-ci səviyyə tanrısal boyutlu səviyyədir. Yəni yaradanla, var olan hər şeyin yaradanından istəmə, alma, niyyət etmə, dua eləmə məqamıdır. Əgər ora ilə kontaktdasansa, ən güclü şəfa ordadır, Allahdadır. Onda bu 6-da deyirik ki, mələklər, cinlərdir, düzdür? Biz istəyəndə mələklər də ordadır. Onda biz istəyəndə Allaha müraciət edib istəməliyik. Ən yuxarı Allahdır. Əgər sən şəfalanma istəyirsənsə, onda sən 7 ilə, yəni Allahdan istəməlisən. Boyut olaraq ən yuxarıda odur, aləmlərin Rəbbi gedir. Həmin nöqtədə odur və ən böyük şəfanı o verir. Şəfacı şəfa vermir. Şəfacı yaradandan ondan sənə gələn şəfaya şahid olur. Müşahidə eləyir. Şəfacının prosesi budur. Çünki mən özüm də bir çox xəstəliklərin şəfalandırılmasında eləyəndə, misal bir xanım var idi, dostumun anası idi. O kanser xəstəsi idi. Dostum xahiş elədi ki, Murad, bunu kömək elə də, motivasiya ver, belə elə. Mən ona şəfalandırdım, belə təmas elədim də, elə bir ki, əlinə. Həmin vaxtı onun elə bütün ağırlığı keçdi mənə. Şəfalanmada önəmli olan alma verməyin qorumaqdır. Alma verməyin qorumadım, üzüm gəlmədi də, dostumun anası idi deyə dedim, necə pul alım bundan. Və sonra getdim evə, başladı ürəyim bulanmağa, stres, hər şey başladı, belə tərlədim. Ona da yazdım ki, necəsən? Deyim, mən əlayam, supayam, quş kimi uçuram. Niyə? Onun ağırlığı ötürüldü mənə. Şəfacı çox ağır bir işdir. Xəstəliyi üstü ala bilərsən, magiyanı üstü ala bilərsən, sehri cadını üstü ala bilərsən, negativ enerjini ala bilərsən. Ona görə bir şəfacı professional olmalıdır. Bu bilgilərə kamil şəkildə bilməlidir. Bunun eğitimini, təlimini keçməlidir. Əlavə olaraq da seanslarda eləməlidir ki, qarşı tərəfin şuur altında o qorxu, blokaj qalmasın. Amma bu çox çətindir də. Bir seansa düşünürəm ki, bunları eləmək mümkün olmur. Bir seansa belə deyim də, bir problemi həll etmək olur. Bir problem. Amma bir neçə problem varsa, məsələn bizdə seanslar 6 seansdan ibarət olur. Onun özgüvənini düzəldirik. Qarşı tərəfin bağlanmış enerjisi açılır. Bəzi xanımlar var ki, qadın enerjisi bloklanıb. Bu necə olur? Bax, bir qızdır, anası ona hamilə qalanda, yoldaşı da o dövrdən söhbət edirəm, deyir ki, mən qız uşağı istəmirəm. Bu istənməyən uşaq olur. Amma vicdani tərəfdən qıymırlar, uşaq getmir və uşaq dünyaya gəlir. Bu uşaqda istənilməmək, günahlandırılmaq, dəyərsizlik proqramı vardı. Bu qız böyüsə, hansı səviyyə çatsa da, şirkət rəhbəri belə olsa, milyarder də olsa, o özünü sevmir, özünü dəyərsiz görür. Biz ana bətninə qədər şəfalandırırıq da sistemdə, seansda. Misal, bir insan var, çəki problemi vardı. Həmin çəki problem onun şuur altında keçmişi bağışlaya bilməməsi, keçmişdə ilişib qalması ilə olur. Seansda o blokajı qaldırırıq, onda sürətlə çəki buraxır. Daha sonra həmin insanlarda özgüvən eksikliyi olur, öz sevgi eksikliyi olur. Bu da necə olur? O bir videomda sizlə demişdik. Məsələn, 2 qızdır, eyni evdə böyüyürsə, bunların biri fədakardır, biri özünü sevir. Aydındır. Fədakar qız deyir ki, mən ancaq tutalım da, mən atama xidmət eləyim, anama xidmət eləyim, qab yuyur, neynir, çalışır, oxuyur falan. Bir digər də ayağını deyir ki, mən o çantanı istəyirəm, bunu istəyirəm, onu istəyirəm. Bunlar böyüyürlər. Fədakar qız elə yerə ərə gedir, evlənir ki, o orada yenə kölə vəziyyətində olur. Qaynanası işlədir, yoldaşı alçaldır, özü işləyir, pul qazanır, özünə qalmır, fədakardır. Ancaq verir də, ala bilmir. Bu alıcı tərəf var, istəyən, tələb eləyən. Bu elə yerə gedir ki, hamı bunun köləsi olur. Yoldaşı bu nə desə onu eləyir, hamı bunun başında dönür. Çünki bu alıcı enerjidədir, bu verici. Seanslarda biz onu dengələyirik, tarazlayırıq. O verici insanı alıcı eləyirik, öz sərhədlərini bilir, yox deyir falan filan belə də. 6 seansa tam düzəlir. Əslində mən düşünürəm ki, bu bizim qadınlara ötürülmüş böyük bir yanlışlıq deməyim də. Düzdür, yanlış deyə bir şey yoxdur. Amma bizim qadınların ən çoxsu vericidirlər. Vericidirlər. Məncə düz bilgini yanlış öyrədiblər.